Salam əziz izləyicilər. Bu gün sizinlə yaradıcı müəllim müsabiqəsində iştirakımla bağlı təəssüratlarımı bölüşmək istəyirəm. Eyni zamanda müsabiqə haqqında məlumat vermək istəyirəm. Deməli, bu layihə mənim üçün sadəcə bir müsabiqə deyildi. Bir öyrənmək, inkişaf etmək, fərqli baxış bucaqları qazanmaq üçün böyük bir fürsət idi. Mən oradakı dəyərli müəllimlərlə tanış oldum. Onların verdiyi məsləhətlər, paylaşdığı təcrübələr mənə yeni ideyalar verdi hətta. Yəni biz o müsabiqənin təqdimat mərhələsində oradakı müəllimlərin ideyaları, fikirləri və münsiflərin onların ideyalarına verdikləri rəylər mənim üçün beynimdə yeni ideyaların doğulmasına səbəb oldu. Ona görə də bu tərəfdən çox böyük qiymətləndirirəm, müsbət qiymətləndirirəm müsabiqəni. Müsabiqə isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün nəzərdə tutulub. Layihə yaradıcı müəllim, uğurlu layihə, davamlı nəticə mövzusunda təqdimat müsabiqəsidir. Müsabiqənin keçirilməsində əsas məqsəd qabaqcıl təcrübəyə malik, yaradıcı, yenilikçi müəllimlərin aşkara çıxarılması, onların təcrübələrinin təbliğ edilməsi, ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqətin artırılması, təhsil işçilərinin bu barədə rəy və mülahizələrinin öyrənilməsindən ibarətdir. Müsabiqə 2 mərhələdən təşkil olunmuşdur. Məktəb mərhələsində müəllimlər oktyabr ayının 25-nə kimi ərizə ilə müraciət etməli idi. Verilmiş elektron ünvanına biz öz mövzumuzla bağlı 2 səhifədən çox olmamaq şərti ilə olan tezisi poçt ünvanına göndərməliydik. Tezisin əvvəlində özümüz haqqında məlumat, yəni ad, soyad, ata adı, təvəllüd, işlədiyimiz məktəb, tədris etdiyimiz fən, mövzunun adı, əlaqə nömrəsi, elektron poçt ünvanı qeyd edilməli idi. Müsabiqənin şəhər mərhələsində isə müraciət etdiyimiz mövzunu münsiflər heyəti və dinləyicilərə 8 dəqiqəlik interaktiv çıxış formatında təqdim etməli idik. Deməli, müsabiqədə 500-ə yaxın müəllim iştirak edirdi. Həqiqətən çətin bir prosesdir. Burada münsiflərə də dərin minnətdarlığımı bildirirəm. Çox, yəni həqiqətən o qədər ideyanın dinlənilməsi, izlənilməsi, ona rəy verilməsi çətin prosesdir. Burada hardasa bir aya qədər davam etdi. Dekabrda yekunlaşmalı idi. İlk olaraq çağırılan müəllimlərdən biri idim. Oktyabrın 30-u çağırdılar məni. Mənim deyəcəyim layihədə mən ibtidai sinif müəllimi olaraq qatıldığıma görə biz daha çox uşaqlara aid bir şeydi. Orada əyani vəsaitlər lazım idi. Ancaq məni belə tez çağıracaqlarını düşünməmişdim. Ona görə də mənim bəzi əyani vəsaitlərim hazır deyildi, tamamlanmamışdı və yarımçıq halda məcbur aparmalı oldum. Amma ideya olaraq yəqin ki, çox xoşlarına gəldi, bəyəndilər ki, mənə heç olmasa fəal müəllim kimi təşəkkürnamə ilə qiymətləndirdilər. Yəni ideyam bəyənildi. Yəni 500-ə yaxın maraqlı ideyanın içərisindən az sayda müəllimin içərisindən tutmaq, düşmək, bəyənilən ideya kimi ideyamın seçilməsi çox qürurlandırdı məni. Mən öz layihəmi məktəbdə təqdim edirdim. Hardasa bir 2 ilə yaxın idi ki, mən öz ideyamı, layihəmi sinifimdə tətbiq edirdim və istəyirdim ki, bütün müəllimlər də bu layihəni öz siniflərində tətbiq etsinlər və uğurlu nəticə alsınlar. Yəni orada iştirak təkcə ideya vermək deyil ki, mənim belə bir ideyam var. O ideyanı müəllim öz sinifində tətbiq etməlidir. Tətbiq etməlidir, nəticəsini görməlidir və onu başqa müəllimlər arasında yayılmasını istəməlidir. Mən öz layihəm haqqında ayrıca bir videoda məlumat verəcəm, amma hal-hazırda bu müsabiqə necə təşkil olundu, keçirildi, onun haqqında məlumat vermək istəyirəm. Mən öz təqdimatımı edərkən orada mənlə bərabər bir çox müəllim var idi və həqiqətən çox maraqlı ideyalar var idi. Mən o ideyalardan da çox şey öyrəndim, münsiflərin verdikləri rəylərdən də öyrəndim.
Münsiflər heyətində seçilmiş müəllimlər həqiqətən çox peşəkar insanlar idi. Verdikləri rəydən bunlar görünürdü. Yəni o istiliyi, o biliyi bizə ötürə bilirdilər orada. Mən öz işimlə əlaqədar məktəbdə günorta növbəsi olduğuma görə tez-tez o müsabiqənin dinləmə mərhələsində iştirak etmək istəsəm də, yəni günorta növbəsi olduğuma görə iştirak edə bilmədim. Amma çox istərdim ki, orada axıra qədər orada dinləyici olaraq digər müəllimlərin ideyasını dinləyim. Çünki çox maraqlı idi bu proses. Belə, yəni mənim üçün orada yer almamağım, düzdür, 3 nəfər birinci, 3 nəfər ikinci, 3 nəfər üçüncü yer oldu. Amma bunların içərisində bəzi az sayda müəllimə də təşəkkürnamə verildi. Yəni onların içərisində olmaq da məni qürurlandırır. Yəni çox mənim içindən o qədər maraqlı ideyanın içindən seçilir. Yəni seçildiyimiz insanlar biz o boyda müəllimlərin, yəni peşəkar insanların arasından seçildik. Adi ideyalar deyildi. Çox maraqlı ideya verən müəllimlər var idi orada. Belə, bir də onu qeyd etmək istəyirəm ki, müsabiqə keçən ilə qədər təkcə yuxarı sinif müəllimləri üçün nəzərdə tutulurdu. Bu ildən isə ibtidai sinif müəllimləri də iştirak edə bilərdi. Hətta orada başqa əlavə ibtidai sinif müəllimləri də var idi. Yəni bu da müəllimlərin sayının artmasına səbəb olmuşdu. Yəni çətin bir mərhələ idi. Seçim də yəqin ki, çətin olar. Münsiflər çox böyük məsuliyyətli yoldan keçdilər. İnanıram ki, hər şey yaxşı oldu. Yaxşı proses hər kəs üçün maksimum şəffaf keçdi. Bu layihədə tam hazır olmadığımı düşünürəm. Çünki mənim əyani vəsaitlərim tam çatmadı. Növbəti illərdə də qatılmağı düşünürəm. Daha təkmilləşmiş formada, özümü daha təkmilləşdirmiş formada digər müəllimlərin də qatılmasını tövsiyə edirəm. Yəni müsabiqə həqiqətən müəllimin inkişafına böyük töhfə verir. Müəllim öyrədəndisə daim öyrənməlidir.